Hal-hazırda Gəncədəyik, həyətyanı bir sahədə. Gilas ağacıdır. Ümumiyyətlə üstündə məhsul olmurdu. Bu il Green Vita bir də Bloom elə. Green Vita Bloom'u vermişik, üçünü bir-birinə qatıb. Bu ağaca verilməyib. Üstündə tək-tük bir neçə gilas var. Məhsul verilməyən ağaçda. Digər ağaçlara baxaq mənim. Məsələn, bu ağaca verilib məlim? Hə, buna verilib. Bunda maşallah məhsuldarlıq yaxşıdır. 2 ildir, elə bunların hamısı birinci ilidir. İndiyə kimi məhsul gətirməyib ağaçlar. Artıq 7-ci ildir, səhv eləmirəm. 7-ci ildir ağaçlar. Sadəcə cəmisi bir dəfə Green Vita Bloom verilib çiçəkdən əvvəl. Elə? Çiçəkdən əvvəl. Hansı tərəf? Bura göyərti çəkmişsiniz məlim? Yox, buranı əkilmir. Yansın. Bu mu? Hə. Buna da verilibdir. Maşallah gətir onu. Allah bərəkət versin. Sağ ol. İnşallah görək ilk dəfə mübarizə eləyəcək. İnşallah. Nətər olacaq. Gələn ildən lap yaxşı qulluq edək. Yayından payıza doğru qüvvətləndirək. Deyil də, istəgəndə sizin dərmanların da hamısından. Həm çiləmə elədik, həm də kökdən tətbiq elədik.